Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Ramazan orucu İslamın 5 şərtindən biridir. Allah-u Teala Bəqərə suresinin 183-cü ayəsində buyurur ki: Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettakun. Ey iman gətirənlər, oruç tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi sizlərə də fərz buyuruldu ki, bəlkə günahlardan çəkinəsiniz. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, İslam 5 şey üzərə qurulmuşdur. Allah'tan başqa ilah olmadığını və Muhammed sallallahu aleyhi ve sellem Allah'ın qulu və elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allah'ın evini, Kəbəni ziyarət etmək və Ramazan orucu tutmaqdır. Orucun faydaları və fəzilətləri haqqında danışaq. Oruc təqvadır, Allahın əmrlərinə tabi olmağı və qadağalarından çəkinməyi öyrədir. Oruc riyanın ən az qarışdığı əməllərdəndir. Oruc səbirdir, insana səbirli olmağı öyrədir. Oruc iradəni gücləndirir, oruc nəfsin tərbiyəsidir, oruc nemətə qarşı şükürlərimizi artırır. Velhamdülillahi Rabbil aləmin.